Sumqayıtın deməli Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən həmin görüntülər cəmiyyətdə ciddi narazılığa səbəb olub. Həmin o görüntülərdən, reyddən olan kadrlar ekranlarınızda görürsünüz və sosial şəbəkələrdə yayımlandı, müzakirə edildi, tənqid edildi və həmin şəxs yol kənarında meyvə satan sahibkara sərt şəkildə bildirir ki, bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa sənin deyil, qoyun bunların maşına. Bilirsiniz, bu çox böyük bir, nətər deyirlər, əslində reallıq göstəricisidir. O şəxsin adı Əhməd də ola bilər, Məhəmməd də ola bilər. Amma Azərbaycanda deməli, yerli məmurların əksəriyyətinin elə işləmə qaydası budur. Baxın, buradan indi digər vətəndaşın hüququnu qoruyur ki, o alma yeşiyi yolu kəsib. Amma başqa bir vətəndaşın da çörəyinə bais olur. Yəni, bunun adı qeyri-peşəkarlıqdır. Bunun adı qeyri-insani davranışdır, vicdansızlıqdır. Nə deyirsiniz, deyə bilərsiniz bu hərəkətin adını. Və məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətindən də bildirilir ki, Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində deməli, qabaqlayıcı tədbirlər həyata keçirilir, filan və həyata keçirilən növbəti reyd tədbiri zamanında vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılır və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub. Yaxşı, bəs axı orada elə deyilmir bu bir. İkincisi, Sumqayıt bugün yarım milyonluq bir şəhərdir və siz axşam saatlarında hər gün Bakı-Sumqayıt yolunda bilirsiniz nəyə görə tıxac yaranır? Əgər Sumqayıt sakinləri öz şəhərlərində nətər deyirlər, iş tapıb işləyə bilsələr, hər axşam Bakıdan Sumqayıta o yolda belə bir tıxac yaranmaz və yaxud da Sumqayıtdan Bakıya. Yəni, bu artıq onun göstəricisidir ki, orada insanlar hansısa formada sıxışdırılır, iş tapa bilmir. Onsuz da Sumqayıtda iş məsələsi problemdir, dolanışıq problemdir. Və belə olan halda sən də bu, belə deyək də, vətəndaşı belə narazı salanda, incidəndə və digərləri üçün də artıq bu bir göstərici olur ki, burada heç bir iş görmək olmur. Ya Bakıya gəlirlər, ya nə bilim, ölkədən çıxıb gedirlər. Yəni, bu məsələ ilə bağlı ümumiyyətlə, burada bu bir nümunədir əslində. Amma ümumi ölkədəki vəziyyətin mənzərəsini özündə, belə deyək, ehtiva edir, yəni konkret olaraq. Güya indi mənim hüququmu qoruyurdun, mən yolu rahat keçim, amma onun da evdə 5 balası var idi. Başa düşürəm, anlayıram, amma əlinizə düşən fürsətdən belə vəhşicəsinə istifadə eləmək, yəni, axı, ehtiyac yoxdur. Və o adama dünəndən o sosial şəbəkələrdə yazılan o allı-güllü sözləri də yəqin ki, özünüz oxumusunuz. Yəni, bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, bax, bütün izləyicilərimizdən soruşuram. Bu nə dərəcədə ədalətlidir ki, sən mənə yol açırsan, amma başqa birində çörəyinə bais olursan.